Görəsən qoşulum fabrikə. Vaxtımı dəyərləndirim. Yox, mənim o qədər işim var. Uşaqlar balacadır, əlimdə pulum yoxdur. Qalsın sonra baxaram. 2 ay, 3 ay keçsin, bəlkə 1 il sonra uşaqlar böyüyər baxaram da. Yoxlayaram. Hə. Hey, yaş vaxtında çalışardım. Artıq zaman keçib və mənim əlimdə nə fürsəti, nə də zamanım var. Bəlkə durum işləyim. Bugündən başlayım qeydiyyat gətirməyə, satış eləməyə, işi öyrənməyə. Vaxtımı dəyərləndirim, qeydiyyatdan keçmişəm, fabrikə qalıb işləmək, pul qazanım da. Yox, bu yolda qalsın. Evdə işim çoxdur, halım o deyil, həvəsim yoxdur hələ ki. Yox, hələ, kimdə ona baş qoşam, sonra eləyərəm. Sonra birinci katalog, sonra başlayaram da. Hələ ki vaxtım var. Bəzən insan elə bilir, vaxt oldu. Amma zaman elə gəlir keçir ki, etmək istədikləri xatirəyə çevrilir. Əgər nəyisə etmək istəyirsənsə, elə vaxtı da bu gündür. Heç vaxt özünü gecikdirmə. Hələ ki də özünü.